şokdayam. Gözümü qırpmırdım ki, birdən hansısa səhnəni qaçırdaram. Latemanha Guinness Rekordlar kitabına düşmüş, dünyanın ən böyük teatr səhnəsində nümayiş olunan tamaşanı izləməyə gedirəm. Come with me. 别说话，泪水你别带走，镜子里的我，已留下你轮廓上的笑容，别回眸，末班车要开了，你如果先走。 Və budur, gəlib çatmışam. Jojo Daçin, yəni qüdrətli Çin, böyük Çin deməkdir. Görürsünüz, burada da yazı var. Guinness Rekordlar kitabına düşüb. Deməli, tamaşa ilk dəfə 2024-cü il sentyabrın 27-sində nümayiş olunub. 2024-cü il noyabrın 8-də Guinness Rekordlar kitabına düşüb. Dünyanın ən böyük teatr səhnəsi kimi. Ən əsas məqam ondan ibarətdir ki, digər tamaşalardan fərqli olaraq əvvəl ssenari yazılır, tamaşa hazırlanır, ona uyğun olaraq da teatr tikilir. Teatrın da ümumi sahəsi 32.000 kvadrat metrdir. Gedək və tamaşaya az qalır. Birazdan başlayacaq. Gedək. Biletimi götürüm. Düzü online almışam bileti. 请您提前准备好身份证，在闸机处刷身份证图我安检。若未携带身份证，请在登记处登记。感谢您的配合，祝您观影愉快。Foreign visitors, please proceed to the gate and enter directly for. 梦中人，熟悉的脸孔，你是我守候的温柔。就算泪。 Burada bir yazı var, onu göstərmək istəyirəm. Bu yazı Xubey əyalətində Çin məzarlığında tapılmış qədimi yazılardır. Bu yazıların arasında, deməli ssenari bu yazıların arasında tapılmış xeyfi yazılı bir şəxsin anasına yazdığı məktub əsasında yazılmışdı. Bu da o yazılardan bir nümunədir. Bu da aktyorlardır. Xeyfi budur. Gəlib buradan bilet götürürsən. Bilet adətən online alınır. Çünki çox vaxt bilet tapmaq mümkün deyil. Adətən mən bir həftə qabaqcadan tapmışam. 200 gün əvvələ heç bilet tapmaq olmur. 我要去看。你是用什么证件买的？护照吗？还是？您的票。好，谢谢。有袋子吗？没有吗。没有。没有，好，谢谢。我们俩。 Bu biletim. Biletlərin qiymətləri də fərqlidir. 60 manatlıq da var, 90 manatlıq da var, 150-170 manat olaraq dəyişir. İndi bahalılar VIP-lərdə yerlərə görə qiymətlər də fərqlidir. Second floor. Second floor? Yes. Thank you. Hello. 从哪里走？从中间通道啊，对。你好，yine bak. Burada hardasa 2000 nəfərlik yer var.
真的少分的就是了。我的位置是在哪里？你帮我看一下。脚下蓝色地灯，这个数字变成17，就是您的排数。您的位置在您的右手边偏中间的位置。好，我等一下，下面我拍一下，我马上出来。撇开我最神秘的等待，星星坠落，风在吹动，终于在将你拥入怀中，两颗心颤抖。Təsəvvür eləyin, kəmərləri belə var. Kəmər bağlayırsan, hərəkət eləyir. Başladı. Şokdayam. Gözümü qırpmırdım ki, birdən hansısa səhnəni qaçırdaram. Təəssüratlarımı bölüşmək istəyirəm. Tamaşa 80 dəqiqə çəkir. Həqiqətən də gözlədiyimdən də qat-qat təsirli və duyğulandırıcı oldu. 6 pərdədən ibarət idi. Hadisələr Xeyfu adlı adi bir vətəndaşın və Çin dövlətinin keçdiyi o qarışıqlıq dövrləri əks eləyirdi. Xeyfu əvvəlcə müharibə əsiri olur. Sonra saxsı qablar hazırlaya bildiyi üçün həyatda qalır. Elə orada da sənət öyrənməyə başlayır və sevdiyi qız Xeylə həmin yerdə də tanış olur. Bir müddət sonra hökmdara qarşı sui-qəsd olur. Xeyfu
hökmdarın həyatını xilas eləyir və sonra digər terrakota əsgərləri ilə birlikdə döyüşə gedir. Səhnənin dizaynı, işıqlandırılması, akustikası, 3D texnologiyası demək olar ki, ən müasir texnologiya ilə təmin olunmuşdu da. Ən təsirli səhnə terrakota əsgərlərinin yerin altından çıxması idi və o həmin müddətdə də Çin sülaləsi ilə bərabər digər sülələlərin vahid dövlət altında birləşməsi səhnəsi idi. Elə ki, hər pərdə keçdikcə oturacaqlar hərəkət edirdi. 2000 illik tarixi canlı-canlı yaşayırdın da. Çox möhtəşəm idi.